Brat deyirəm, gəl ki qardaş gedək yeyək, amma narahat olma, şot mənli idi. Brat, niyə əziyyət çəkirsən axı? Orada xərclədiyin pula gəl gedək İmperialdan mənim evimə kafel metlaq alaq. Başa düşmədim, sənin evindən mənə nə? Bax, bayaq nə deyirdin? İki qardaş. Mənim evim sənin evin deyil. Hanı bəs qardaşlıq? Brat, gəl evdəkiləri də götürək. Gedək rayona, qəşəng yeyək, içək, yol pulu, qalmaq pulu, yemək, içmək hamısı mənli idi, narahat olma. Gəlin bacımı da götür, o da biraz dincəlsin. Brat, niyə əziyyət çəkirsən axı? Orada xərclədiyin pula gəl ondansa mənim evimin mətbəxinə kafel alaq. Özdəki mənim evimin mətbəxini görmüşdün və Pastamoyka tərəf aboydu. Onu dəyişmək lazımdır. Ya bu araba endirimdədir. Gəl al deyirlər, brat. Sənin mətbəxindən mənə nə? Xəstəsən sən? Bax, bayaq amma nə deyirdin? Gəlin bacım dincəlsin. Gəlin bacım da bütün günə aboyun yanında yosun bağlamış Pastamoykada qab yuyan. Nətər olacaq indi? Lazım. Hə, brat. Gəl biznes quraq. Aha. Pulu mən buraxıram, müdürlüyü sən eləyirsən. Ay brat, nə edirsən biznesə? Gəl ondan sonra biznesə qoyduğumuz pulu verək mənim qohum əqrabıma, altlarına maşın qoyaq, canımıza toy eləsinlər. Əşi, sənin qohum əqrabondan mənə nə? Necə yəni mənim qohum əqrabımdan sənə nə? İnsanı ayaqda saxlayan qohum əqraba duasıdır. Sən bunu bilirsən? Görürəm elə sən ayaqda durmaq və evi satmısan, kirayələrdə sürünürsən, cəmaatın evinə kafel metlaq zad vurursan. Əşi, biz heç eləməyək valla. Yaxşı amma kirayələrdə qalmaq da özü bir savabdır. Hə, yaxşı qal kirayələrdə. Mən gedirəm. Almayaq heç nə. Yox, almıram mən.